Salam dostlar, bugünkü mövzumuz olacaq miqyas. Biz bilirik ki, coğrafiyanın əsas anlayışlarından biri də miqyas mövzusudur. Yer kürəsini öyrənmək üçün miqyasın 2 dənə növündən istifadə edilir. Yəni birincisi olacaqdır bizdə məkan miqyası. Məkan miqyası deyəndə, məsələn, biz bunları da 3 yerə bölmüş olacağıq. Lokal, regional və qlobal. Deməli, məkan miqyası deyəndə hər hansısa bir məkan daxilində baş verən dəyişikliklər nəzərdə tutulacaqdır. Əgər bu lokal miqyasdadırsa, bu daha kiçik ərazilərin müəyyən bir ərazidə baş verən dəyişikliklərdən söhbət gedəcək. Kiçik ərazidə baş verən dəyişikliklər olduğuna görə onun miqyasını daha böyük miqyasda tərtib edib daha ətraflı həmin ərazi haqqında məlumat əldə etmək şansımız olacaqdır. Regional miqyas deyəndə artıq bir regiondan söhbət getmiş olacaq. Region daxilində baş verən dəyişikliklər, onlarda baş verən hadisələrin miqyasından söhbət gedəcəkdir. Bir də var qlobal. Qlobal artıq bütün dünyada baş verən dəyişiklikləri əhatə edəcəkdir. Məsələn, artıq bu dünya üzrə baş verən hadisə və proseslərin təsirinin öyrənilməsi olacaq. Məsələn, Cənubi Amerika materikində həmişə yaşıl meşələrin qırılması ya da Antarktida materikində buzlaqların əriməsi artıq getdikcə böyük miqyas alır. Bu artıq bir qlobal problemə çevrilmiş olacaqdır. Deməli, biz miqyası özünü 2 hissədə öyrənmiş olacaq. Bir məkan miqyası, onlar dedik ki, neçə yerə bölündü? Lokal, regional və qlobal. Bir də olacaqdır bizim özümüzün kartoqrafik təsvirlərdə bildiyimiz miqyas. Kartoqrafik təsvirlər. Bu təsvirlərdə bildiyimiz miqyas. Kartoqrafik təsvirlərdə biz bilirik ki, nələrdir? Plan, xəritə və qlobus. Bunlar da bizim kartoqrafik təsvirlərimizdir. Kartoqrafik təsvirlərdə bildiyimiz miqyasda, məsələn, indi ona biz tərif versək, əgər deyəcək ki, məsələn, dünyada, yer kürəsində olan məsafələrin neçə dəfə kiçildiyini göstərən kəsir kəmiyyətinə miqyas demiş olacağıq. Yəni, kartoqrafik təsvirlərdə olan miqyas. Yəni, həqiqətdə olan məsafələrin neçə dəfə kiçildiyini göstərən kəsir kəmiyyəti miqyas adlanmış olacaqdır. Onu da qeyd edeyim ki, miqyas terminini ilk dəfə elmə Anaximander gətirmişdir. İlk dəfə miqyas terminini məhz Anaximander elmə gətirmiş olacaqdır. İndi keçək biz, baxın, burada dedim ki, kartoqrafik təsvirlərin miqyası. Kartoqrafik təsvirlər deyəndə plan, xəritə və qlobus nəzərdə tutuldu. İndi gələk bir-bir bunların miqyasından danışaq. Məsələn, birincisi, biz nəyə plan deyəcəyik? Plan nəyə deyilir? Miqyası 1 bölünsün 10.000 miqyasda tərtib olunmuş, yəni 10.000-dən daha balaca rəqəmlər olmalıdır ki, daha miqyas böyük olsun, biz ona plan deyək. Və plan əsasən, məsələn, özdə plan alma həyata keçiriləcək ərazidə. Plan almanın da indi növlərini miqyas dərsindən sonra qeyd edəcəm. Ya da elə indi də deyə bilərik, plan alma özü neçə yerə bölünəcəkdir? Təbii ki, 2 yerə bölünmüş olacaq. Havadan plan alma və yerüstü plan alma. Havadan plan alma deyəndə biz buna quş baxışı da deyə bilərik. Yəni, yuxarıdan plan alınacaqdır. Bunlar müəyyən helikopterlər vasitəsilə ya da ki, dronlar vasitəsilə həyata keçirilə bilər. Yerüstü plan almanın özü də 2 yerə bölünəcəkdir. Dəqiq plan alma və gözəyarı plan alma. Dəqiq plan alma teodolit, bussol kimi alətlərlə həyata keçiriləcək və bunlar mürəkkəb alətlərdir. Teodolit və bussol. Bunlar mürəkkəb alətlər olacaqlar və onlar dəqiq plan almada həyata keçirmək üçün istifadə olunurlar və bunlar necə alət oldular? Mürəkkəb. Amma bizim gözəyarı plan almamız var ki, gözəyarı plan almanı həyata keçirməkdən ötürü biz vizir xəttkeşi, çöl pərgarı, menzula, Menzulada biz bilirik ki,
nədir? 3 ayaqlı, üzərinə planşet yerləşdirilmiş bir qurğudur. Baxın, bu 3 ayaqlıya nə deyiləcək? Bu 3 ayağı olana nə deyiləcək? Menzula deyiləcək. Onun üzərinə də planşeti yerləşdirilir və bununla da plan alma həyata keçirilir. Bundan başqa kompasda, nivelirdir. Bunlar da gözəyarı plan almada istifadə edilmiş olacaqlar. İndi gözəyarının özü də 2 yerə bölünür. Yəni tək bir yerə bölünmür. 2 yerə bölünmüş olacaqdır. Qütb plan alması və marşrut plan alması. Əgər biz menzulanı bir yerdə quraşdırırıq və ətraf ərazini plana alırıqsa da, bu zaman biz qütb üsulundan istifadə etmiş olacağıq. Yox, əgər biz menzulanı bir neçə yerdə quraşdırırıq və ətraf ərazini plana alırıqsa da, bu zaman biz nədən istifadə etmiş olacağıq? Baxın, əvvəlcədən də bu marşrut xəttimizi təyin edirik ki, məsələn, tutaq ki, bu ərazidən gedəcəyik, sonra məsələn, şərq istiqamətinə, sonra cənub-şərqə doğru gedib, orada menzulanı yerləşdirib plan alma aparacam, sonra hər hansısa bir başqa bir yerdə menzulanı yerləşdirib plan alma həyata keçirəcəm. Yəni, bir neçə nöqtədə dayanaraq, hərəkət edərək, bir yerdə dayanmırıq da, bir neçə yeri əvvəlcədən seçirik və marşrut xətti üzrə hərəkət edib, orada ətrafı biz plana alırıqsa da, bu da marşrut plan alması oldu. Deməli, kartoqrafik təsvirlərdən biri plan oldu. Plandan da danışdıq, plan almanın növlərini dedik. Bir də planda istiqaməti təyin etməkdən ötürü onun kənarında belə şimal-cənub oxu olur ki, biz onun da üzərinə baxaraqdan ətraf ərazilərdəki bilərik ki, məsələn, burada hansı hissələr şimaldır, yuxarıdakılar şimaldır, oxun aşağı hissəsi isə cənub olacaq. Yəni, planın aşağı hissələri obyektdə cənubda yerləşir, yuxarı hissələri isə şimalda yerləşmiş olacaqdır. Planların üzərində biz bilirik ki, şərti işarələrdən də istifadə olunur. Şərti işarələri sonra deyəcəm. İndi keçirəm xərtiyə. Biz xərtəni də miqyasına görə bölürük. Məsələn, miqyasına görə xərtələri neçə yerə bölmüş olacağıq? 3 yerə bölmüş olacağıq. Miqyasına görə xərtələr böyük, orta və kiçik miqyaslı xərtələr olacaqlar. Xəritə. Miqyasına görə necə olacaq? Böyük, orta miqyas və kiçik miqyas. Baxın, 3 dənə olacaqdır bizim xərtələrimiz miqyasına görə 3 yerə bölünəcəklər. Məsələn, böyük miqyaslı xərtələr neçə miqyasda tərtib olunacaq? 1 bölünsün 10 mindən, 1 bölünsün 200 min civarında tərtib olunacaq bizim böyük miqyaslı xərtələrimiz. Böyük miqyaslı xərtələr daha ətraflı, daha müfəssəl, daha dəqiq təsvir hesab olunurlar. Gəlirik orta miqyaslı. Orta miqyaslı isə 1 bölünsün 200 mindən, 1 bölünsün 1 milyona qədər olan miqyası biz orta miqyaslı xərtələr deyəcəyik. Bu tərtibat arasında olan nə rəqəm görsək, biz onlara orta miqyaslı xərtələr deyəcəyik. Daha sonra kiçik miqyaslı, o da 1 bölünsün 1 milyondan müsbət sonsuzluğa qədər. Hansı rəqəmi görsək, onlar da kiçik miqyaslı olmuş olacaq. Baxın, xərtələrdə miqyasına görə təsnif etdik, dedik. Planı da dedik. Keçək indi qlobusa. Qlobusu da miqyasına görə yenə 3 yerə böləcəyik. Yenə böyük miqyaslı qlobus, orta miqyaslı qlobus və kiçik miqyaslı qlobus. Kiçik. Böyük miqyaslı qlobuslara biz aid eləyəcəyik. Yəni, miqyası nə qədər olmalıdır böyük miqyasının? 1 bölünsün 30 milyon. 1 bölünsün 30 milyon. Orta miqyaslı 1 bölünsün 50 milyon. Kiçik miqyaslı isə 1 bölünsün 83 milyon civarında tərtib olunan qlobuslar olmuş olacaqlar. Baxın, bu da oldu bizim kartoqrafik təsvirlərimiz. Yəni, məkan miqyası bildik nə demək oldu və kartoqrafik təsvirlərin miqyası nə demək oldu. Miqyasın tərifini dedim, ilk dəfədə kim elmə gətirdi, bunu da dedik. İndi bizim, baxın, bu kartoqrafik təsvirlərdə olan miqyası da 3 növə bölmüş olacağıq. Yəni, 3 növə bölünəcək. Hansılardır? Gəlin, bölək. 1. Ədədi miqyas. 2.
izahlı miqyas. 3. Xətti miqyas. Baxın, bir bölünsün müəyyən bir rəqəm. Yəni, bu rəqəm istənilən rəqəm ola bilər. Baxın, burada duran rəqəm istənilən bir rəqəm ola bilər. Əgər bir bölünsün müəyyən bir rəqəm formatında yazıramsa, bu hansı format olacaqdır? Ədədi miqyası olmuş olacaqdır. Yaxşımı? Ədədi miqyası izahlı miqyasa keçirtməkdən ötürü ya kilometrə çevirəcəm, ya da metrə. Kilometrə çevirməkdən ötürü 5 sıfır silməliyik. Baxın, burada indi ədədi bir miqyas var. Bunun 5 sıfırını silsəm, nə qalır? 10. Deməli, artıq mən bunu 5 sıfıra siləndə onu kilometrə çevirmiş olaram. 2 sıfırını silsəm, metrə çevirmiş olacam. Yəni, izahlıya keçirtmək üçün kilometrə çevirəndə 5 sıfır, metrə çevirəndə isə 2 sıfır silmək lazımdır ədədi miqyasda. Gəlin, indi onu eləyək. Məsələn, burada gördük ki, 1 santimetrdə yazılıb 1 milyon. Bu o deməkdir ki, yəni xəritənin üzərindəki 1 santimetr əraziyə yer kürəsindəki 1 milyon santimetrlik ərazi yerləşdirilmişdir. İndi bunu da keçirtməkdən ötürü gəlin indi, baxın, kilometrə çevirsək 5 dənə sıfırını silməliyik. 1, 2, 3, 4, 5. 5-ini sildik, nə qaldı? 10. Yazıram. Deməli, 1 santimetrdə 10 kilometr. Gördük mü bunu? İndi gəlin biz bunu metrə çevirək. Kilometrə yox, metrə çevirək. Metrə çevirəndə neçə sıfır silməliyim? 2 sıfır silməliyim. Nə qalır 2 sıfırı siləndən sonra? 10.000. Yazıram onda 1 santimetrdə 10.000 kilometr. Eləcəniz metr, kilometr yox. Çünki metrə çevirəndə neçə sıfır silməliydim? 2 sıfır. Deməli, 10.000 metr. Bu da oldu bizim metrə çevirmək qaydamız və kilometrə çevirmək qaydamız. Daha sonra keçəcək biz xətti miqyasa. Xətti miqyasda isə, baxın, xəttin başında verilmiş miqyasın rəqəmi yazılır. Məsələn, baxın, gəlin birincisi bunu gedək. Xəttin başında nə yazmalıyam? 10. Daha sonra 0, sonra təkrar bir də 10. Sonra 10 artırmalıyam. 10, 20, 30, 40, belə gedir. Və sona vahidə fikir verməliyəm. Nə olmalıydı? Kilometr və kilometr. Baxın, xətti miqyası ən rahat oxumağın qaydalarından biri budur. 10, baxın, xəttin başında 10, sonunda nə yazılıb? Kilometr. Deməli, bu xətti miqyası deməkdir ki, 1 santimetrdə 10 kilometr təsvir edilmişdir. Keçək, məsələn, bu metri yazaq xətti miqyasda. Yazıram 10.000, düzdürmü? 10.000 idi. Sonra 0, yenə 10.000, sonra 10.000 artırmalıyım. 20.000, sonra 30.000, 40.000 və sonda vahidim nə olmalıdır? Təbii ki, metr olmalıdır. Yəni, hər zaman vahidə fikir verək. Xətti miqyası oxuyaq indi. Xəttin başına baxıram 10.000, sonuna baxıram metr. Deməli, 1 santimetrdə 10.000 metr təsvir edilmişdir. Bu, artıq kartoqrafik təsvirlərdə olan miqyasımız. Ədədi, izahlı və xətti. Bunların keçirtmə qaydası hamısını dedik. İndi keçək, miqyasa aid olan bizim məsələlərimiz olacaqdır. Bu məsələlərə baxaq. Məsələlərin, daha doğrusu, düsturlarına baxaq. Baxın, bir miqyasda biz məsafə hesablayacağıq. Həqiqi məsafə. Bir də həqiqi sahə hesablayacağıq. İndi onların düsturlarını ayrı-ayrılıqda qeyd edirik. Həqiqi məsafə nəyə bərabərdir? Xəritədəki məsafə vurulsun miqyasa bərabərdir. Həqiqi məsafə. Yaxşı. İndi gəlin buradan özümüz düsturun davamını gedək. Məsələn, indi deyirəm ki, baxın, həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyasa. Bəs yaxşı, indi xəritədəki məsafə nəyə bərabərdir? Həqiqi məsafə bölünsün miqyasa bərabərdir. Gəlin yazaq. Xəritədəki məsafə bərabərdir. Həqiqətdəki məsafə bölünsün miqyas. İndi keçirəm. Miqyasın, məsələn, tutaq ki, düsturunu yazmaq istəyirəm. Miqyas nəyə bərabərdir? Miqyas bərabərdir. Həqiqətdəki məsafə bölünsün xəritədəki məsafəyə bərabərdir. Bu qədər. Bəsit.
Və yadımızda saxlayırıq ki, məsafələrdə, yəni obyektin yalnız uzunluğunu hesablamaq mümkündür. Tutaq ki, bizim A ilə B xəttimiz var. Bunun üzərində biz bir məsafəni ölçəcəyik, yəni bir uzunluğu ölçəcəyik. Burada məsafədən gedir söhbət. Amma gələk ki, həqiqi sahəyə, sahə deyəndə biz obyektin bilirik ki, həm eni olmalıdır, həm də uzunu olmalıdır. Düzdür? Deməli, en və uzunu hesablamaq mümkündür. Sahə var axı ona görə. Yəni, burada obyektlərin həm eni, həm uzunu hesablana bilir. İndi gələk buradakı düsturlarımızı deyək. Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratına. İndi məsələn, burada mən xəritədəki sahəni tapmaq istəyirəmsə, xəritədəki sahə bərabərdir. Həqiqətdəki sahə bölünsün miqyasın kvadratına. Yaxşı, gəlin indi keçək. Nəyi tapmaq istəyək? Bu səfər də miqyas kvadratı nəyə bərabər olacaqdır? Miqyas kvadratı həqiqətdəki sahə bölünsün xəritədəki sahəyə bərabər olacaq. Amma sırf miqyası tapmaq istəsək, həqiqi sahəni xəritədəki sahəyə bölürük, aldığımız rəqəmdən də kök almalıyıq. Məsələn, tutaq ki, deyirəm ki, həqiqətdəki sahə olsun. Gəlin, məsələn, hesablayaq. Həqiqi sahə olsun 225. Həqiqi sahə 225-dir. Xəritədəki sahə 9-dur. Buradakı miqyası tapın. Neynəməliyəm indi? Miqyası tapmaq üçün bu düsturdan istifadə etməliyəm. Miqyas kvadratı bərabərdir. Ya da eləcə miqyası tapıramsa da, gəlin miqyasını eləcə özünü tapaq. Miqyası tapmaqdan ötürü neynəməliyəm? Bərabərdir. Həqiqi sahə bölünsün xəttidəki sahə. Alınan rəqəmdən də kök almalıyıq. Onu kök altına salmalıyıq. İndi neynəməliyik? Baxın. Həqiqi sahə nə qədər oldu? 225. Miqyas bərabərdir. Həqiqi sahə 225. Bəs xəritədəki sahə nə qədər oldu? 9. Aha. 225-i mən bölürəm 9-a. Neçə alacaq 225 9-a böləndə? Deməli 25 alacaq. Düzdür? 25. Miqyası tapıramsa da 25-dən də neynəməliyim? Kök almalıyım. O da eləyəcək 5. Deməli 1 santimetrdə 5 kilometr. Bunu götürüm ədədi miqyasda yazım desə 1 bölünsün 5. Kilometr isə də neçə sıfırla yazmalıyam? 5 dənə sıfırla. Ədədi miqyasda tərtib etmiş oluruq bunu da. Aydındır. Baxın, bu da belə. Hər birinə ayrı-ayrılıqda rəqəm də qoyub hesablamaq olar. İndi gələk, bizdə ən çox testlərdə soruşulan, məsələn, böyük miqyasın xüsusiyyətləri və kiçik miqyasın xüsusiyyətləri. Yazıram bir tərəfə böyük miqyas, bir tərəfə kiçik miqyas. Bunları bir-birindən ayırmaq üçün nə etməliyik? Baxın, 1 bölünsün, tutaq ki, yazıram burada 10.000. Bu böyük miqyasdır. Baxın, buradakı bilirdik ki, 1 bölünsün. Bu tərəfdə duran nədir? Miqyasın kəmiyyətidir. Miqyas kəmiyyəti nə qədər kiçik rəqəmdirsə, miqyas o qədər böyükdür. Baxın, buradakı rəqəmə bax. İndi keçək, məsələn, bu tərəfə də bir rəqəm yazacağım. Bu səfər sıfırların sayını çoxaldacağım. Gördünüzmü? Miqyasdakı, bax, burada miqyas kəmiyyəti daha iri rəqəmdir. Əgər miqyas kəmiyyəti nə qədər böyükdürsə, miqyas o qədər nə olacaqdır? Kiçik olmuş olacaqdır. Miqyas kəmiyyəti nə qədər böyükdürsə, miqyas o qədər kiçikdir. Bəli. İndi gələk, məsələn, burada baxaq. Rəqəmi harda kiçik görürəmsə, miqyas böyükdür. Miqyas kəmiyyətindəki rəqəmi harda yekə görürəmsə, böyük görürəmsə, miqyas nədir? Kiçikdir. Bunu bildik. İndi keçirik ərazi. Ərazi söhbətinə. Ərazi böyük miqyaslı da az olur. Kiçik ərazilər təsvir olunur. Yəni, ərazi balaca olanda miqyas böyük olacaqdır. Məsələn, planda necə ərazilər təsvir olunur? Kiçik ərazilər təsvir olunur. Ona görə onun miqyası nədir? Böyük olacaqdır. Ərazi nə qədər azdırsa, miqyas bir o qədər böyükdür. Amma kiçik miqyası da ərazi çoxdur. Ərazi çox təsvir olunacaq. Böyük ərazilər təsvir olunacaq. Yekə ərazilər təsvir olunacaq. Ona görə də biz daha çox kiçiltməyə ehtiyac duymalıyıq. Bu da belə. Daha sonra dəqiqlik.
Biz bilirik ki, dəqiqlik nə deməkdir? Müfəssəl. Baxın, hansı miqyasda daha dəqiq olacaq? Böyük miqyaslı daha çox dəqiqdir. Çox dəqiqdir. Yəni cüzi səhvlər ola bilər. Amma məsələn heç səhv olmaya da bilər. Təhrif az olacaq, çox cüzi olacaq, çox dəqiq olacaq. Amma kiçik miqyaslıda artıq dəqiqlik azdır. Dəqiqlik az, müfəssəllik azdır. Bəli. Çünki kiçik miqyaslılar böyük ərazini təsvir etdiklərinə görə orada məcbursan ki, ətraf ərazidə çox şeyi ixtisara salasan, çox şey ümumiləşdirəsən, yəni generalizasiya eləyəcəksən. Generalizasiya etdikcə də biz dəqiqliyi azaldırıq, dəqiq təsvir verə bilməyəcəyik. Baxın, bu da belə. Sonra keçirik elə generalizasiyadan söhbət düşmüşkən, generalizasiya nə deməkdir? Ümumiləşdirmək deməkdir. Ümumiləşdirmə. Böyük miqyaslıda ümumiləşdirmə azdır. Amma kiçik miqyaslıda generalizasiya çoxdur. Bunu yadımızda saxlayaq. Yaxşı, generalizasiya harda daha çox olacaqdır? Kiçik miqyaslıda. Daha az olacaq? Böyük miqyaslıda. Bu arada onu da vurğulayım ki, baxın, xəritələrdə siyasi, iqtisadi xəritələr daha çox generalizasiya edir. Məsələn, tutaq ki, deyirəm ki, Cənubi Amerika materikinin fiziki xəritəsi, bir də ki, Cənubi Amerika materikinin iqtisadi xəritəsi. Hansında daha çox generalizasiya var? İqtisadidə daha çox generalizasiya vardır. Çünki iqtisadidə məlumat çox zəngindir, çox məlumat var. Ona görə onu məlumatın hamısını təsvir etmək olmur. Daha çox ümumiləşdirməyə məruz qoyurlar onu. Yaxşı, məsələn, 2 dənə görürəm ki, eyni xəritədir. Biri iqtisadidir, biri fizikidir. Hansında generalizasiya daha çox olacaqdır? Təbii ki, iqtisadi xəritədə daha çox generalizasiya olmuş olacaqdır. Daha sonra buradakı nə qaldı? Bir də təhrif. Təhrif nə deməkdir? Təbii ki, səhv deməkdir. Təhrif səhv deməkdir. Hansı böyük miqyaslıda təhrif az olacaq. Yəni az səhvə yol verəcək. Bəzən səhvə heç yol verməyəcək. Amma kiçik miqyaslıda təhrif çoxdur. Yəni çox təhrif etmək məcburiyyətindədir. Çox səhv eləyəcəkdir. Aydındır. Baxın, bunu həmişə yadımızda saxlamalıyıq. Daha sonra keçirik nəyə? Baxın, deyir ki, eyni atlasın müxtəlif vərəqlərində. Bilirik ki, bir atlasdan söhbət gedirsə də, bir atlasın müxtəlif vərəqi olsa da, vərəqin biri-birindən yekə balaca olası deyil ki, eyni ölçüdədir də bu vərəqlər. Elə deyil. Ta ki, 4-ün 5-ədir ya da nəsə də eynidir bunların ikisi də. Eyni vərəqdir. Bir sözlə eyni vərəqdir. Məsələn, birində Avrasiya materiki, birində isə tutaq ki, Avstraliya materiki təsvir olunub. Avstraliyanın sahəsi nə qədərdir? Materik olaraq 7,7 milyon kvadrat kilometrdir. Avrasiyanın sahəsi nə qədərdir? 54 milyon kvadrat kilometrdir. Düşünün, 54 milyon kvadrat kilometri təsvir etmək çətindir, yoxsa 7,7-nin? Təbii ki, 54. Hansını çətinliklə təsvir etmək varsa da, çünki çox böyük ərazi var axı. Bu boyda ərazini bir vərəqə yerləşdirmək var. O zaman ərazi böyükdürsə də miqyas nə olmalıdır onda? Kiçik olmalıdır. Baxın, bunun miqyası kiçik olacaq. Amma digərinin miqyası buna nəzərən böyük olmuş olacaq. Ərazi nədir çünki? Balacadır. Bayaq ki, yazdığım qayda. Ərazi balacadırsa miqyas böyükdür. Ərazi böyükdürsə miqyas nədir? Kiçikdir. Yaxşımı? Bir də divar xəritəsində desək ki, məsələn, tutaq ki, Lənkəranın, Mingəçevirin, Zakatalanın hansısa əraziləri sadalayır. Deyir, bunların hansı divarda daha böyük ərazi tutar?
Sahəsi böyük olan böyük ərazi tutar. Yaxşı, sahəsi böyük olan daha böyük ərazi tutmuş olacaqdır. Bu da belə. Miqyasın düsturları getdi, miqyasa aid olanlar getdi. Bir də xəritə üzərində yerləşən obyektlərin sahəsini hesablamaqdan ötürü biz pərgardan istifadə edirik. Bu lövhələr paletkadan istifadə edirik. Bu da şəffaf bir lövhədir. Onun üzərində ölçmə işləri aparmaqdan ötürü isə pərgar mikrometr və kulvimetrdən istifadə edilir. Baxın, belə şəffaf damalı, elə baxın bu riyaziyyat çərçivəsinə bənzəyir içərisidə. Belə damalara bölünür və onların üzərində ölçmə işləri aparılır. Bu şəffaf lövhəyə nə deyiləcəkdir? Paletka deyilmiş olacaqdır. Bunun üzərində ölçmə işləri aparmaqdan ötürü isə pərgar mikrometr və kulvimetrdən istifadə edilmiş olacaqdır. Aha, sonra qeyd eləyəcəyik burada nəyləri? Miqyasla bağlı olanların əksəriyyətini qeyd elədik. Nə qaldı miqyasdan? Miqyasa aid olan dərsimiz demək olar ki, bu qədər. Bunun içərisində həm plan almanı, həm miqyası qeyd etdik. Digər dərsimizdə isə şərti işarələri və azimutlun təyin edilməsi horizontallardan bəhs edəcəm. Ümid edirəm ki, bir qaranlıq qalan məqam yoxdur. Əgər qalsa bunu qeyd edə bilərsiniz. Amma bir də pərgar, deməli paletka ilə bağlı onu qeyd edeyim ki, paletkada hər 4 dama 1 sm kvadratı deməkdir. Tutaq ki, xəritədə 7 sm kvadratı neçə dama kimi təsvir olunar? Təbii ki, 28 dama kimi təsvir olunmuş olacaq. Bu qaydanı yadımızda saxlamalıyıq. 4 dama 1 sm kvadratıdır. Belə. Sağ olun, sağlıqla qalın.